Bu yaxınlarda bəlkə sizin də rastınıza çıxdı. Elə təzəlicən bir ilahiyyatçı adlandırılan bir nəfərdən soruşurlar ki, bir nəfər orucunu tutub iftarını açır, biraz keçəndən sonra şərab içir. Bunun hökmü necədir? O da belə cavab verir ki, həmin gün tutduğu oruc qəbul yerində düzgündür. Amma sabahki gün üçün əgər məstlikdən ayılsa, onda elə həminki gündə orucunu tutacaq. Belə davam edəcək. Amma bu cür cavab vermək əslində elə bu bir növ özü dinə bir necə deyim təhqirdir, düzgün deyil. Yəni dinin adından belə bir şey danışılır. Əslində bu cür danışıqlar ki, bəzi bilməyən insanlar dini bu cür nə qəbul etsələr, onda dinin həqiqətini görəndə, həqiqi hökmünü görəndə onu vəhşilik deyəcəklər. Məsələn, Əleyhisselam bir nəfər Ramazan ayının orucunu sındırdığına görə, o haramla sındırdığına görə ona şallah vurmuşdu. Onda onun adını onlar onun adını vəhşilik qoyacaqlar. Niyə görə vurmuşdu? O da özü günün günorta vaxtında bilirsiniz də məşhur bir əhvalatdır, hadisədir, hədisdir ki, Nəcaşi adında Həzrət Əleyhisselamın həm məth deyən idi, həm şeir yazan idi. Hər gün gəlirdi məsciddə namazlanırdı. Mübarək Ramazan ayının ortalarında idi. Bir gün məscidə gedəndə namaza elə nə qədər vardı, dostunu görür. Dostu deyir ki, gəl gedək biz elə namaza nə qədər var. Gətirir evinə, süfrəni salır qabağında yeməklər, təamlar düzür ortalığa. Həmin Nəcaşi soruşur ki, sən nə edirsən bu yemək? Ki, mən oruc deyirəm. Ki, biz oruc deyirsən günün günorta vaxtı. Özü də ac olur, susuz olur, hava da isti olur. Bu da sərin sular qoyub küzə qablarda falan. Deyir ki, əşiyi Allahın rəhmətindən ki, namid deyirsən, o bayaq dediyimiz məsələ ki, var idi, su istifadə eləmək. Allah bağışlayandır. Bu da elə yoldan çıxardır da bunu. Yeyir, yeməyi yeyəndən sonra, su içəndən sonra, özünə gələndən sonra deyir ki, gətirir şərab qoyur süfrəyə. Deyir ki, sən neynirsən? Deyir ki, yox, mən də sənin dostunam da, mən də içirəm. Bu da içir. Bu da yoldan çıxardır, içir və içəndən sonra ki, daha məst olur, çıxır, küçələrdə başlayır 8 yaza gəzməyə. Gəlirlər Həzrət Əleyhisselama xəbər verirlər ki, Nəcaşidən xəbər var, nə olub? Deyir ki, məst halda, günün günorta vaxtı, mübarək Ramazan ayı məst halda gəzir. Tutub gətirirlər, gör doğrudan da məstdir və deyir ki, buna səhər, sabahı gün şallah vurulmalıdır. 80 şallah və hətta 100 şallah. Deyirlər ki, niyə görə 100 şallah? Çünki şərab içdiyinə 80 şallah vurulmalıdır. Deyir, 20 şallah da mübarək Ramazan ayına elədiyi hörmətsizliyə görə vurulmalıdır buna. Axşam vaxtı qəbiləsi gəlir, deyirlər ki, ya Əmir-əl-Müminin bu sənin barəndə mədh elə deyənidir ki, Allahın hökmünün qarşısını heç nə ala bilməz, nə mədh, nə filan. Deyirlər ki, yaxşı, bu da heç olmasa bunun üçün biraz yüngülləşdirişindir ki, heç bir şey Allahın hökmünün icra eləməkdə mənim qarşıma almaz. Çox şeylər deyirlər, axırda sözləri bu. Deyirlər ki, yaxşı, sən buna şallah vursun və insanlar da bunu görsə, özü ki, görəcək daha rüsvəl oldu cəmiyyətin içərisində, gedib qoşulacaq düşmənə, Muaviyyəyə qoşulacaq. Onda necə olacaq? Dedi, nə olur olsun, Allahın hökmü icra olunmalıdır. Səhəri gün vaxtı çatır, hökmü icra edirlər və ondan sonra ki, görür Nəcaşi rüsvə olub, gedir Muaviyyənin yanına. Muaviyyə də gözləmirdi ki, Nəcaşi kimi bir şəxs Əleyhisselamın dəstəsindən ayrılsın, gəlsin və sevinir və təəccüblənir. Soruşur ki, niyə görə gəldin, niyə görə Əlidən qaçdın? Orada deyirlər, yaxşı bir dənə söz deyir. Deyir, mən Əlidən qaçmamışam. Əlinin ədalətindən qaçıb sənin zülmüvə sığınmışam. Mən deyir, Əliyə dözə bilirəm, Əlini sevirəm, amma ədalətinə dözə bilmirəm. İndi söz burada budur ki, Ramazan ayının hörmətini istər gecə olsun, istər gündüz olsun, özü də haramla sındırmaq, bu bir növ mübarək Ramazan ayının özünə, Ramazan ayının sahibi olan Allaha hörmətsizliyidir, ehtiramsızlıqdır. Hətta bunun da neyi var? Cəzası var. Bu bəzi adamlar gəlib o cür misalını qeyd edelim ki, bu cür cavab verirlər. Bu əslində belə deyək, dindir. Bu nə bilim özünün şəxsi bir cavabıdır ki,